Deməli, iterator var, bir də iterable var. Birinci bunu başa düşək. Çünki köhnə dərslərdə bununla əlaqəli idi. Yadınızdadsa generator dərslərində dedi ki, deməli generatorlar iteratorlardır əslində. Baxaq bunlar nədir? Nə deməkdir bunlar? Iterator və iterable, yəni bir-birinə əlaqəli olan bir şeydir, amma hər birinin ayrı izahı var. Ən əsas mövzulardan biridir. Çünki yenə deyirəm, Pythonın ən zəif nöqtəsi başqa proqramlaşma dillərindən sürət baxımından vururlar Pythona, belə deyək. E, marketinqdir deyək də, bu marketinq tərəfidir. Ona görə də iterator önəmlidir. Sürət Pythonın sürətini zəifləməsinin qarşısını alır. Ona görə də Python üçün həssas mövzulardır bu. For döngüsüdür, generatordur, map filtrdir, fayl oxumada hələ keçməmişik, data processingdə keçməmişik. Bunlar hamısı arxa fonda işlədir iterator və iterable-dan. Yəni iterable oluna bilənlərdir və o da iterator olaraq istifadə edir və biz onu görmürük. İndi biz bu gün onu görəcəyik. Yəni pərdə arxasını görəcəyik əslində. Iterable içində gəzilə bilən obyekt. Bunu mən sizə ümumiyyətlə kurs başlayanda mən sizə deyirəm ki, bax indeksi olan, məsələn 0-cı indeks, 1-ci indeks belə bu formada əsasən bunlara sən onu indekslə əldə edə bilirsən. Onu dənə-dənə ayıra bilirsən. Bunlar olacaq iterable. Bunu indiyə qədər deməmişdik, indi deyirik. İçəridə, hə. Deməli, bu içində gəzilə bilən obyekt, indi birazdan da görəcəyik ki, bu nə deməkdir. Iterable adlanır və həmin o içində gəzilə bilən obyekti bizə bir-bir verən deməli texnologiya iterator. Bunun adı olacaq iterator. Elementləri həmin o içindəki elementləri bir-bir bizə verir. Bunu deyən kimi sizin yadınıza avtomatik nə düşməlidir? For döngüsü düşməlidir və forun qarşısına qoyduğun list adıdır, nə bilim nəsə də ora qoyduğun bir data tip düşməlidir. Çünki biz onu da keçəndə demişdik ki, forun qarşısına ancaq içində gəzilə bilən obyekt, element qoyulur və oradan bizə hər dəfə birini verirdi i-yə və yaxud da hansı dəyişən qoyubsa ona verirdi də. Onu da biz götürüb istifadə edirdik. Deməli, meyvə qutusu, bax bu əslində bu list və proqramlaşma real həyatdan götürülüb də, bunu əvvəlcədən deyək. Bu listi və içindəki yazıları nə kimi qəbul edir? Bu bir qutudur. İçində də nə var? Alma var, banan var, armud var. Bu heç, bu real həyatdan nümunə. Qutunun özü tam formada iterable-dır. Yəni iterable nədir? İçində gəzə bilərsən. Yəni bir dəfə ələ atıb almanı götürəcəksən, bir dəfə ələ atıb bananı götürəcəksən. Götürə bilərsən də içində ayrı-ayrı bunlar elementlər var da. Qutunun içində də bunlar yerləşir hamısı. İçində gəzmək olur. İçində gəzmək deyəndə məsələn çox adam elə başa düşür ki, qutunun içində gəzmək. Elə yox. Yəni içindən sən elementləri götürüb istifadə edə bilirsən də. Burdan mən 0-cı indeks deyib almanı götürərəm, bananı götürərəm. Bu list olaraq biz bunu qutu kimi təsəvvür eləyirik də. İterator məhsulları paylayan işçi. Elə bir iterator deyəndə nə nəzərdə tutulur? Yəni bu qutunu götürüb sənə qutunun içindən çıxardır, almanı verir istəsən. Sonra məsələn deyə bilərsən ki, for əgər bunu iteratoru sən forun qarşısına qoyubsansa, for ondan nə tələb eləyir? Deyir ki, sən içərisindən 0-cı indeksdən başda axırıncı indeksə qədər bir-bir onları mənə ver. Və sən hər dəfə birini verəndə mən bir ssenari olacaq. Onun içərisində həmin o ssenaridə istifadə edəcəm. I olaraq, nə bilim n olaraq götürüb onu istifadə edir də. Biz onu nə bilim print i yazırsan məsəl üçün nə edir? Götürür hər dəfə tutaq ki, bunu almanı verir i-yə, sən i-ni çap edirsən, alma çap olur. Bananı verir hər dəfə. Deməli for nə oldu? For tələb edir hər dəfə. Döngüdə axı. Tələb edir, deyir mənə növbətini ver, növbətini ver, ta ki qurtarana qədər. İteratorda nə edir? Məhsulları bir-bir verir. Bir-bir. Tələb olunduqca verir. Bax, bunu əsas yadda saxlayın. İterator hamısını birdən vermir. Generatorda bunu danışmışdıq. Tələb olundu. Ondan dedikcə bir dənə verir. O next məsələsi. For amma ondan axıra qədər istəyir də. For əl çəkmir.
For deyir ki, o içindəki məhsullar qutarana qədər, obyekt, elementlər qutarana qədər mənə nə var içində hamısını ver. Amma sıra ilə. Iterable nədir? Iterable'lar bunlardır. List, tuple, string, dictionary, set. Bunlara əsasən iterable'lar deyirlər. Və içində gəzmək olur. Hərəsinin bir yolu var da. Məsələn, dictionary'nin keyindən istifadə edirsən. Bu digərlərinin indeksindən istifadə edirsən bu formada. Bax, bu list iterable'dır. Yəni mən bunu sıfırdan demək gəzə bilirəm də içində 0-cı indeks, 1-ci indeks düzdür. İçində gəzmək olur. For necə işləyir? For'a mən verdim bunu. Bax, əslində biz bunu seçmişdik də, döngüdür. Döngünün qarşısına mən listimin adını verirəm, amma biz bilmirdik ki, bu nətər olur? 1, 2, 3-ü verir. Bu bilirdik biz 1, 2, 3 olacaq. Birinci dəfə 1 düşəcək, ikinci dəfə 2 düşəcək, üçüncü dəfə 3. Bu çap olundu, amma bu nətər oldu? Bunun içərisində axı 1, 2, 3 İkisi də hamısı var. Üçü də var daha doğrusu. Hamısı var. Bəs necə olur? Götürüb biz dedik ki, birinci 0-cı indeksi verir, birinci. Bəs nəyə əsasən eləyir bunu? Niyə görə belə bu ardıcıllıq var? Deməli burada nə çıxır? Gizlincə bunu eləyir. Deməli, iterable-a çevirir əslində. Iterable oluna bilən elementə çevirir, sonra next edir. Bax indi mən bunu götürürəm. Götürək, gəl bunu harda istifadə edək. Bunların işimiz yoxdur. Burada nums bərabərdir 200 düzdür. Və bunu istifadə edək getsin. Burada sonsuz döngüyə inşallah girməyib. Sonsuz döngüyə giribsə belə olacaq. Yəqin ki, burada nəsə problemli kod idi. Biz bunu düzəltməmişdik. Bayaq da məndə problem yaratdı. Komment almışam, hələ də problemdir. Hə, yuxarı baxaq. Qaydasındadır. İndi baxaq. 1, 2, 3. Nədir? Bir dəyişən yaratdıq. Dəyişəni keçən dəfə mən sizə dedim, bu ümumiyyətlə çox istifadə olunur. Iter ümumiyyətlə bax bu data tipi çevirdik. Onsuz da bu belədir ya. Yəni onsuz da biz dedik ki, bu sadalana bilən, içində gəzilə bilən bir obyektdir. Amma bir də var ki, sən bunu fikir verirsiniz, bax next-dən istifadə eləmək. Yazıda generatorda biz bundan istifadə eləmişdik. Burada bax əsasən bu hissə önəm daşıyır. Biz bunu sadəcə dəyişənə atırıq. Deməli burada məsələ nədir? Deməli bu listimiz çevrilir obyektə. Hansı obyektə? İterator obyektinə çevrilir. Yəni o sənə artıq müraciət elədikcə növbəti elementi verən bir deməli bir obyekt. Ancaq sənə o müraciət elədikcə verəcək. Bunun vasitəsilə. Düzdür? Bunun vasitəsilə biz elədik onu. Bunu atdıq buna. Dedim ki, mən nə vaxt next-lə bunu istifadə eləsəm, next it desəm, yəni iterator, mənə sıra ilə elementləri verəcəksən. Amma normalda mənə hamısı çıxmalıdır biz. Namısı eləsəm hamısı çıxacaq. Amma bunu iteratora çevirmişəm. Sonra eləmişəm. Deməli bu əslində öz iterator idi. Sadəcə mən bunu istəyirəm ki, mərhələli şəkildə, yəni müraciət elədikcə mənə bir dənə element versin, sonra növbətisini versin, sonra növbətisini versin. İstəsəm versin, istəməsəm yox. Bunun üçün siz bu koddan istifadə eləməlisiniz. İndi gələk generator məsələsinə. Yavaş-yavaş o köhnə mövzulara gəlirik və daşlar yerinə oturmalı işlərin söz olmasın. Bu nədir? Iterable obyektdən iterator yaradır. Biz dedik ki, ümumiyyətlə onsuz da bu iterable'dır. Düzdür, iterable'dır. Yəni sadalana biləndir. Amma biz bunu nəyə çevirdik? Iter vasitəsindən iter deyək buna. Iterable'a çevirdik. Yəni iteratora daha doğrusu iterable'dan iteratora çevirdik və biz bundan artıq rahatlıqla gəlib istifadə edə bilərik. Hər dəfə də bizə növbəti obyekt verəcək. Amma normalda bu olmasa,
Və bunu da kommentariya alaq. Bunu da kommentariya alaq. Bu hal-hazırda iterable'dır, amma iterator deyil. Iterable'dır. Yəni sadalana biləcək. Amma next-lə görsən avtomatik olaraq next nums da desən olmayacaq. Gəlin yoxlayaq. Nums. Yoxlayaq. Görsən next nums deyir nədir? Düzgün deyil bu. Sən bunu bu formada, fərqi yoxdur, ait olmasın, i hərfi olsun. Amma next-lə onun içərisində onu istifadə edəcəksən də, yəni burada nə yaradıbsansa, deməli obyektə çevirirsən iterator obyektinə və onu bir dəyişəndə saxlayırsan. Sonra next-lə onu istifadə edirsən. Bunu biz bunun tipli bir şey baxmışdıq. Belə bir nümunəyə baxmışdıq. Mənim yadıma gəlir. İndi gəl baxaq. Deməli, iterable obyektdən iterator yaratdıq və artıq biz növbəti elementləri götürə bilirik. Deməli, belə bu formada yaratdıq. Print IT deyəndə, indi gəlin biz nəyə baxaq? Next-dən bildikdə götürdü nədir? Sıra ilə bunu 1, 2, 3 belə verdi. Next-siz istəyirəm belə baxın. Onun içində görək nə var? Bu 2 dənə next-də başa düşdüm. Bəs IT-nin özünün içərisinə nə düşdü? Bu həngamədən nə yarandı düşdü IT-nin içərisinə? Bax. Fikir verin, oxuyun. İterator obyekt və onun kodu da budur. Yəni bura bunun içərisinə iterator listdən bildiyimiz sadə doğma bildiyimiz listdən nə yarandı? Obyekt yarandı. Obyekt, yəni elə bir ki, bunu biz necə təsəvvür edim? Əlimizdə bir list var. Onu apardıq, verdik zavoda. Dedi ki, sən elə bir zavodsan ki, ancaq biz gəlib sənə müraciət edəndə onun içindən sıra ilə verəcəksən. Məsələn, gəlib deyəcək mənə element ver. Mənə next-lə. Götürəcəksən o içərisindən 0-cı elementi verəcəksən. Gəlib deyəcəm, yenə getdim, fırlandım, gəldim, dedim yenə deyirəm element ver. 0-cını veribsən, amma keçdin 1-ciyə verəcəksən. 1-ci elementi verdin. Bu forma. Artıq sən zavodsan və mən sənə müraciət edəndə ancaq oradan növbəti elementi verəcəksən. Bu kodun mənası odur. Yəni biz burada bunu belə, yəni real həyatda belə yadda saxlaya bilərsiniz. Bir list iterable data tipdir. Fərqi yoxdur indi hər nəticədə. Tapıldı, listi hər nəticə. Onu sən həmin iteratora çevirib bir element almaq istəyirsən də bundan istifadə edəcəksən. Bundan istifadə edib və next-lə alacaqsan. Next. Bax, iterator oldu. Next nədir? Next-i biz bilirik. Köhnə dərslərdən tanışıq. İteratorun növbəti elementini verir. Buna da baxdıq, buna da baxdıq. Eyni şeydir. Bütün elementlər bitəndə nə olur? Bunu da bildiyim ki, obyektdir. Bunun 3 elementi var, yəni 3 ədəd var. Bizim öz sayımızdan deyək də. Biz bunu 4 dəfə çalmışıq. Nə olmuşdu? Keçən dəfə görmüşdük. Xəta olur. Bəli, burada stop iteration. Yəni deyir ki, sən dayanmalıydın. Çünki artıq da bitib. Stop iteration yəni odur. Yəni sən orada olandan artığını istəyirsən. Bunu da sonsuz eləmək olurdu. Generatorlarda görmüşdük. Generatorlarda niyə görmüşdük? Orada yield var idi. Deməli, bu görürsünüz, hamısı əslində bir-birindən əlaqəlidir. Bitdi. Stop iteration xətası. Deməli, bax, bu generatorda yenə bundan tanışıq. Harda dayandığını yadda saxlayırdı. Yield-dəki kimi yield 1-i vermişdi, sonra yield. Deməli, mən buna müraciət edəndə 0-cı elementi verdi. Lakin list idisə, listi mən çevirmişəm iteratora. Mən ondan istəmişdim. 5-ci sətirdə istəmişdim. Məndən 0-cı indeksi vermişdi. Getdim 200-cü sətirdə yenə istədim. Dedim next. Artıq birincini yadında saxlayacaq ki, 5-ci sətirdə məndən istəmişdi. Bu ikinci dəfə istəyir. Deməli, mən buna indi birinci indeksi verməliyəm. Üçüncü dəfə istəyəndə təzədən istəyirsən, birinci sətirdə yaz. Sənə götürəcək. Ondan sonra növbəti elementi verəcək. Deməli, harda dayandığını yadda saxlayır. Bunlar indi ardıcıldır. Bunların arasında ola bilər ki, 200 sətr kod olsun. Amma fərqi yoxdur yenə. Birinci dəfə next deyəndə bunu verəcək, ikinci dəfə next deyəndə bunu verəcək. Aydındır mı? Bu ardıcıl olmağı sizi çaşdırmasın.
Növbəti dəfə hardasa istəyirsən 1000 sətr kod yaz, ondan sonra gəl yenə next IT yaz, print elə, görəcəksən ki 300 gəlib düşdü. Deməli bunları bizə verdiyini yadında saxlayıb artıq. Yəni əvvəlki yeri unutmayın. Bizim burada nə fərqimiz var? Iterable və iterator fərqi var. Iterable deyəndə içində gəzmək olan bir data tipdən söhbət gedir. Biz dedik ki, listdir, tuple'dır, filandır, bunlar hamısı iterable'dır. Amma sən onu iterator saya bilməzsən. Listə deyə bilməzsən, sən iteratordur. İterator obyekti deyə bilməzsən. Çünki sən əgər elə olsaydı, sən listdən next-dən istifadə edə bilərdin. Iteratorda sən bunun 100% artıq next-dən istifadə edə bilərsən deməkdir. Bax, yenə deyirəm, həmişə bunu real həyatdan yadda saxlayın, onda rahat olacaq. Bu qutudur, düzdür? Qutunun içində elementlər var. Alma, armud, heyvan, arx. Sən o qutunu işçi olmasa, kimsə gəlib onun içindən götürüb sənə verməsə, sən onu heç kim nə istəyəcək? Qutunu özünə deyə bilərsən. Bax belə təsəvvür edin də. Təsəvvür ki, qutudur qarşınızda, bağlı qutudur. Və sən özün gedib götürmək başqa məsələdir. Ya siz onu özünüz götürməyə bilirsiniz nədir? Listi verirsiniz, deyirsiniz ki, 0-cı indeks. O özün götürməkdir. Almanı getdin götürdün. Amma sən qutuya təsəvvür edin ki, sən iterable'dan deyirsən ki, mən iterable'dan istəyirəm ki, mənə bir-bir elementləri versin. Sıra ilə hər dəfə müraciət edəndə yadında da saxlasın ki, mən bu səfər ikincini verməliyəm ki, bu səfər üçüncü verməliyəm. Bu birisini yaxşı. Elə bir qutuya deyirsən ki, mənə qutuya deyirsən, onu sənə verən işçisi yoxdur. Bağlı qutuya deyirsən ki, mənə növbəti elementi ver, növbəti meyvəni ver. Qutu sənə nə edə bilər? Qutu sadəcə içində saxlayan, elementləri içində saxlayan bir vasitədir. Ona görə də sən onu gözləyə bilməzsən. Sən onu hər dəfə deyərsən ki, mənə növbəti elementi ver, o versin. Sən onu çevirməlisən iteratora. Onu da biz nə ilə çevirdik? Iter funksiyası ilə çevirdik. Bax bununla. Görürsən? Bununla çevirib sonra next-dən istifadə elədik. Next işləmir. Iterable-da işləmir, amma iterator obyektində işləyir. Bunların fərqini bilsəz, onsuz da başa düşəcəksiniz. Deməli, bax, görürsünüz, listdən ala bilmirik, xəta alırıq. Amma əgər çevirmişiksə və dəyişəndə saxlamışıqsa, artıq next iti işləyəcək. For döngüsü. Bax, for döngüsü bizim əsas proqramlaşdırmanın əsas mövzularından biri. For döngüsü və burada baxırıq ki, bunun içərisində list var. Görək nə edir. Try except keçməmişik. Bizim növbəti dəstənin mövzusudur. Götürür. Try except ümumiyyətlə belə başlayalım. Xəta olarsa işləsin prinsipidir. Xəta olmazsa, elə bir bura yazdığınız kodlar, try-a yazdığınız kodlar, qısaca deyim, yoxsa gələcəkdə yenə keçəcəkdə. Try yazdığın kodlarda xəta olarsa, except işləyəcək. Hətta xətanın adını da bura yaza bilirsən ki, bu xəta olsa bura işləsin. Deməli, baxın. Forun arxa fonunda işləyən kodlar. Fora sən list veribsən. Bax, burada maraqlı məsələ var da. Mən bunu listin içində 5 dənə element var. Və sən həmin o iteratora sən əslində burada fikir versiniz, bu kodu biz görmürük, biz yazmırıq. Biz bir dənə bunu yazırıq. Hamısının içində rəqəmlər var. Python özü götürür, yəni for döngüsündən istifadə edərək bunu götürür, iterə çevirir funksiyana və başlayır bunu next-lə çağırmağa. Hər dəfə də x-a mənimsədir hansısa bir dəyişən və onu çap edir. Deməli, içərisində məsələn 1, 2, 3, 4, 5-dirsə, başlayır çap olmağa. Ta ki gəlir, bu 5 dəfə çağırıldı axı. Çünki bu sonsuz döngüdə əslində. Bax, fikir verin, görün necə maraqlıdır. Əslində sonsuz dönməlidir. Arxa fonda işləyən kodlara baxın. Hər dəfə next-ə müraciət edir. Gəlir, axırda 5 dənə elementi aldı. 6-cı dəfə gedir, müraciət edir. Yenə next. Bu dayanmamalıdır. Bu sonsuz döngü. Fikir verin indi. 6-cı dəfə müraciət edəndə görür ki, bunun içindəki elementlər qutardı. 5 dənə element vermişəm, 6-cı element yoxdur. Bizə nə xətası çıxır? Stop iteration. Yəni qutardı. Sənin üçün bu iteration içərisində element qutarıb, sən də artıq istəyə bilməzsən ondan işlə. Düzdür? Bu çıxdığına görə burada try except işə düşür. Burada xəta olduğuna, hər dəfə bura işləyir də, bax bura işləyir. Çünki niyə? Bura düşməsi üçün, bax bura düşməsi üçün xəta olmalı. Bu da ki o 5 dənə elementi alana qədər qəşəng, rahat, xoşbəxt işləyir. Gəlir ki 5-ci elementi aldı. 6-cı element yoxdur axı. 1-dən 5-ə qədər.
6-cı element olmadığına görə burada xəta yaranır. Burada xəta yarandığına görə artıq düşür bura. Gəlir exceptə. Exceptə də bura yoxlanır. Görür həqiqətən də bu xətadır. Deyir hə. Python təsdiqləyir. Oxuyucu, kod oxuyucu təsdiqləyir ki, həqiqətən də bu xətadır. Xəta olduğuna görə nə hansı oxunur? Bu oxunur. Biz də bilirik ki, döngünün içərisində break varsa, döngü təzədən break görəndən sonra təzədən dönməyə başlayır, yoxsa döngü işini bitirir? Döngü işini bitirir. Şu tardı. Bizim əslində burada bunu yazıb. Düzdür, prosesi bilməmək yaxşı tərəfi də var. Amma sən onda savadlı proqramçı olmursan da. Yəni, mən yazdım bunu, bu 1-dən 10-a qədər çap elədim. Amma sən onun arxa fonunu da bilməlisən. Əgər həqiqətən ki, background istəyirsənsə olsun, başqa proqramçılardan fərqlənsən, sən görsən hamısı bir-birinə əlaqəlidir. İteratoru gör hardan gəldik, hara çıxdıq. Əslində try-except də var. Try-except çox asan bir dərsdir. Yəni yarım dərslik bir mövzudur. Xətanın adı bura yazılır və xəta həqiqətən xəta olsa bura işləyir. Bu break-i görməyə də döngünü tərk eləmək deməkdir. İndi başa düşdük ki, while-da belə deyildi də. While bizim əlimizdən asılıdır. Biz özümüz istəsək onu sonsuz eləyə bilərik. İstəsək məsələn limit qoyduq, 10-a qədər artırırdıq. 10 olanda çıxırdı. For-da elə bir şey yoxdur. For-da for-a görə harda yazmışıq? For-da biz rahat bura gətiririk, listimizin adını veririk, özü üçün işləyir. Biz əziyyət çəkmirik. Deməli, əslində arxada o yoxlamalar gedirmiş. Xəta alanda düşüb break-i görüb döngünü tərk etmiş. O özü başına döngüdən gedə bilməz. Döngünün məqsədi elə sonsuz dönməsidir. Məsələn, ümumiyyətlə siz belə şeyləri sorğulamalısınız. Əgər deyirəm, dərin bilikli bir savadlı mütəxəssis olmaq istəyirsə, siz yəni məntiqi uyğun gəlməyən, amma mən keçirəm görürsüz ki, sizin məntiqinizə uyğun gəlmir. Siz onu məndən, ChatGPT-dən, nə bilim, Gemini-dən araşdırmaz ki, bəs döngü axı sonsuz olmalı. Nətər oldu while sonsuz dönür, for dayanır. Nəyə əsasən dayanır? Deməli, buna əsasən dayanır. Gəlir burada break-i görüb dayanır. Və onun break-i görmə səbəbi də iteratordur. İçindəki element qurtarır və stop iteration xətası çıxır. O da break-i görür. Hadi get, ona görə də iterator sistemi üzərində işləyir, görürsüz. Ondan sonra da break-i gördük, for-u da dayandı. İndi yaxşı, mən özüm istəyirəm ki, belə hansısa bir listdən iter yazıb yaratmaq yox, konkret iterator obyekti yaradım. Və onun xüsusiyyətləri olsun. Onun üçün biz class keçməliyik. Bax, bu kodu hələ ki dəymirsiniz. Necə ki, def yazıb funksiya yaradırdıq, class-dakı class yazıb class yaradırıq. Bunlardan söz yoxdur. Bu da funksiyalar kimi həngaməsi var, amma artıq siz funksiyaları bilirsiniz ki, funksiyaların kaprizlərin necə olanda necə işləyir. Siz klassı daha rahat öyrənəcəksiniz. Belə baxanda klass funksiyadan çətindir, amma siz bilirsiniz ki, məsələn, Pythonda bir dərslik var, onunla bağlı mövzular var. Onu bilməlisən ki, həmin əsas mövzunu biləsən. Bunu bilirsinizsə, deməli, klassı da mənimsəyə biləcəksiniz. Çünki bunu kodlarla da öyrənirsiniz ki, hansı necə yazılmalıdır, onunla da qutaracaq. Amma bu nümunəni siz sonradan qayıdıb baxa bilərsiniz. Biz burada nə yaratmışıq? İterator, öz iteratorumuzu yaradır və onun xüsusiyyətləri falan var. Sonra onu istifadə edirik. Buna hələ ki dəymirik də, indi klass bilmədiyimizə görə. Generatorla əlaqə. Ümumiyyətlə, biz dedik ki, generator iteratordur, amma çox o mövzuya toxunmadıq. Çünki o mövzuya girsəydik, gərək iteratordan da danışardıq. Girmədik, belə məsləhət idi, amma indi danışmağın vaxtıdır. Generator keçəndə bir dənə dedik ki, generator da iteratordur. Çünki orada yadınızda da true vermişdi. Yoxlamamızda true vermişdi. Həqiqətən də sübut olunmuşdu ki, generator iteratordur. Biz bunu sübut eləmişdik. Gələk əsas məsələyə. Generator iterator yaratmağın rahat yoludur. Baxın. Biz yenə qarışdırmayın ha, bu belə yazırsınız, iterə çevirirsiniz. O iterator obyekti formasında istəmək başqa bir şeydir. Bir də var iterator obyekti yaratmaq. Obyekti yaratmaq üçün siz bax bu ən sadəsi, sadə və görürsüz, sadə iterator bu kodlar olmalıdır, minimum. Heç olmasa belə bir şey olmalıdır. Görürsüz, belə. Hələ bu sadə. İndi bunun mürəkkəbini təsəvvür edin. Yaratmaq, yəni iterator yaratmaq söhbəti bundan gedir. Amma generatorda
Siz generator yaradırsınızsa, generator dərsini yaxşı bilirsinizsə, bunu rahat biləcəksiniz. Niyə görə generator belə brenddir? Çox istifadə olunur. Çünki iterator yaratmanın ən rahat yoludur. Ən rahat yoldur. Siz belə kodlar, klasslar falan yazmaq əvəzinə generatordan istifadə edirsiniz, iterator yaradırsınız. Nə ruhunuz incimir, nə bir şey. Nə də vaxtınız getmir. Məsələn, bax generator, bax bu generator, düzdür? Əslində iteratordur. Sübut eləyəndə yazıda da bu sübut. Next eləyib biz g.gen eləmişdik. Next-lə növbətçisini çağırmışdıq. Bir dəfə eləyəndə bunu 1-i vermişdi, bir dəfə eləyəndə 2-ni vermişdi. Bu sübutdur. Çünki hər dəfə 1-in verir. Bu deməli iteratordur. Bundan istifadə eləmişdik də. Dəyişəndə funksiyanın adını çağırır. Burada bir şey yazmamışıq ki, əgər burada yazsaydıq, məsəl üçün də belə bir şey yazsaydıq. Iter belə heç bu da düz gəlməzdi. Bu mən sizə başa düşərdim, amma burada heç elə iterator yaradan bir funksiyamız da yoxdur. Funksiyanı çağırmışıq, dəyişənə vermişik. Onu biz next-dən çağırırıq. Və bu da işləyir. Bizə verir nəticə. Bir dəfə 1-i verdi, bir dəfə 7-1-i bir dəfə verdi, bir dəfə 2. Düzdür? Deməli əslində iterator imiş. Amma biz gör necə rahatlıqla yaratdıq da. Biz çox balaca kodlarla belə bax burada biz çox sadə yazılışla əslində biz deyirik ki, hə bu sadə, onsuz da belə olmalı, onsuz da belə olmalı deyil. Bunun başqa yollarla yaratsaz, nə bilim, klassla filan öz iterator obyektinizi yaratsaz, görəcəksiniz ki, həngamədir. Ondan sonra bunun qədrini biləcəksiniz ki, bu əslində nemət imiş. İndi sizə bu şey qarışıq gəlir. Nə edirəm, klassla bunu yaradıb istifadə etsəydiniz, deyəcəksiniz ki, bu yatım durum buna şükür edin. 3 sətirdən işi həll eləmişik. Üzə hamısı da qısa sözlərdir. Bizə də bu lazımdır. Clean kod qısa olsun, oxunaqlı olsun, təmiz olsun. Python əsas qaydaları, prinsipləri bilirik də. Oxunaqlı olmalıdır, sadə olmalıdır. Iterable nə oldu? İçində gəzmək olan, bax bunları soruşacağam. Iterator bir-bir o həmin içində gəzməli olan obyekti içindən götürür, verir. Onu elə bil ki, qutu oldu iterable. Qutunun içindəki elementləri paylayan iterator bir-bir onları verir. Generator isə iterator yaradan. Bax fikir verin. Generator iteratora bərabərdir, amma arxa fonda iterator yaradır. Biz görmürük onu. Necə ki for iteratordan istifadə eləyirdi. Biz onu görmürük. Try excepdən istifadə eləyir. Xəta çıxanda break-i görüb çıxır. Biz onu görmürük. Generator da arxada iterator yaradır. Biz onu görmürük. Biz elə bir şey, belə də olmaz. Elə bir möcüzə kimi baxırıq ki, hə belə işdir. Amma arxa fonda bunun kodları var. Bizim görmədiyimiz tərəfi də var. Generator niyə məşhurdur? Bu sual məsələn çox verirlər. Ümumiyyətlə IT sahəsində məsələn belə bir şey deyirlər də, generator başqa yol filan. Generator çünki iterator yaratmağın, yazmağın asan yoludur. Ona görə də biz bundan istifadə edirik. Generator məsələn sən klassla, məsələn iterator yaradırsansa, yenə deyirəm, klassdan istifadə edəcəksən və onun həngamələri çoxdur, amma çox sadə yazılışla generator yarada bilərsən. İteratorun qısa və rahat formasıdır. Ona görə də çox istifadə olunur. İteratorla generatorların fərqi. İterator yaradırsansa əgər klassla yazılır. Generator nədir? Funksiyadır, yieldlə yazılır. İterator yaratmaq çətin. Əgər generatorsuz yaradırsan, bax fikir verin. Generatorla yaratmaqdan söhbət gedir. Sən sırf iterator yaradırsansa klassla çətindir. Generator çox asandır, rahatdır. İteratorda manualdır. Amma generatorda avtomatik. Yəni mən burada manual klassdan gələcədə görəcəksiniz. Orada manual qoyuram ki, o əllə bir-bir onu versin falan. Amma generator avtomatik o yieldlərə baxır. Gör, hə, birinci yieldi verim, ikinci yieldi verim. O avtomatik verir. Bax, su paylayan iterator nədir? Su paylayan adam hər dəfə bir stəkan verir. Generator avtomatik su aparatı. Yəni biri var bir dənə adam suyu bir stəkan verir. Bir də var su aparatı. Yəni deyirəm, bu iterator yaratdı.
iteratoru biz başqa cürdə yaradırdıq da. Məsələn, listdən iterlə. Bu bilirsiniz nəyə oxşayır? Məsələn, listi stringə çevirirsiniz, str funksiyasından istifadə edirsiniz və ya da stringi listə çevirirsiniz. Düzdür? Nə ilə çevirirsiniz? Stringi listə nə ilə çevirirsiniz? List funksiyasından. Həmin şeydir. Siz məsələn biz yuxarıda gördük ki, iter funksiyasından istifadə edirsiniz. Iterable-dan nə yaradırsınız? İterator yaradırsınız. Amma bu generatorun yaratdığı iteratordan deyil. Generator arxa fonda class yaradır, orada belə deyim də, o ağır kodlardan istifadə edir, biz onu görmürük. Biz sadə yazılışından istifadə edirik. Amma o həmin o şeydən deyilsiniz. Bax, bununla qarışdırmayın. Bir dənə mən bunu yazım. Siz elə bilməyin belə yaradır. Biz bayaq bu koda baxdıq da. Iter məsəl üçün nums. Bu yenə deyirəm, məsələn, tutaq ki, stringi listə çevirən o funksiya var ki, məsələn, list. Onun kimi işləyir. Yəni o sadəcə list iterator obyekti formasına çevirir ki, biz ondan rahat götürək də 1 2 3 sıra ilə bizə versin next-nə. O başqa, amma bir də var konkret iteratoru yaradırsan, onun xüsusiyyətləri var. Amma generatordan yaradanda daha rahat və daha belə deyim, az kodla o işi görürsən. Nə generator məşhurdur. Bax, gəldi indi map filter. Map filterdən əlaqələri var bunların. Bəli, məsələn, həmin vaxt keçəndə hiss eləməmişdik. Map filter lamp ilə yazılanda yadınızdadırsa burada. Görün kimi yadındadır. Bax, bura. Bu branch soruşum. Bu bizə nə verir? Ümumiyyətlə, bax, mən emin içərisinə baxsam nə çıxacaq? 2, 4, 6. Dəqiq. Emin içinə baxsam deyirəm, amma bax, dəqiq soruşuram. Emin içərisində. 2. Bax, görürsən, əsas sizə yadınızdan çıxıb onu, bax. Yox müəllim. Kvadratdan yüksək 1 4. Yox. Deməli siz onun işləyişinə baxıbsınız, amma indi baxın. Nə çıxdı? Obyekt. Map obyekti. Sən bunu nətər edirdin? Gəldin buradan məsələn listə çevirirdin burada. Obyekti çevirirdin. Rahatlıqla onun içərisinə baxmaq üçün. Yəni içində mən listə çevirim, sonra print edeyim. Və yaxud da burada da eləyə bilərsən. Listə çevir. Yox da bu yolda mən çap olunana qədər mən hardasa bunu listə çevirməliyim. Yoxsa map obyekti mən bunu heç cür görə bilməyəcəm. Çevirəndən sonra gördüm. Fikir verdiniz. İndi fərqi yox da burada filter də olsa filter obyekti olacaq da deməli. İndi məsələ nədir? Mən burada nə etməlidir? X-i hamısını 2-yə vurmalıdır. Düzdür? Mən burada M-i başa düşdüyümdə M-in içərisində map obyektidir. Burada next yazıram indi. Belə bir yazılış görməmişik də. List bunu silək. Map obyektindən gələn biz listə çevirib çap eləmişik. Qutardı getdi. Başqa bir şey eləməmişik. Next nədir burada? Aləmi qatdıq. Generator, map falan. İndi baxaq. 2. Və bunu bir dənə də belə eləyək. 4. Nə oldu? Bu bizə next-lə şey verir. Element verir. Bir dənə də çağıraq. Stop iteration dedi, qutardı. Bunlar nədir? 4, 2, 4, 6. Hamısını vurdu 2-yə qaytardı. Listə elementlər bir çıxardır. Aysa, deməli, əslində map də qaytardığı nəymiş? Mən bunu next-lə götürə bilirəmsə, deməli bu nəymiş? Iterator. İterator imiş əslində. İterator obyektiymiş. Bu sübut eləməkdir. Yəni sizə kimsə desə ki, map obyekti iterator deyil, bir dənə bunu yazırsan, deyirsən ki, bax, mapdən qaydandır, qardaş, deyir, hə. M-də saxlamışam, deyir, hə. Next-lə çağırmışam, deyir, hə. Deyirsən, deməli, iteratordur, o sonra deyir, hə. Yəni bu sübutdur. Bundan o tərəfə bir şey yoxdur. Bundan o tərəfə siz nəsə bir elmi məqalə axtarıb gətirəsiniz. Ehtiyac yoxdur. Bu iki sətr kod elə ən böyük sübutdur ki, bax, əgər iterator olmasaydı, mən bunu next-lə nətər istifadə edəcəkdim? Mümkün deyil. Deməli, map obyekti iterator imiş. Mapdən gələn filter iterator imiş. Köhnə dərslərdə oturuşum olmalıdır yavaş-yavaş. Generator iterator imiş. For əslində
iteratora çevirib istifadə edilmiş həmin iterable-ı. Görürsən, hamısı eyni sistemlə işləyir. Dərsin əvvəlində sizə dedim, iterator, iterable bunlar vacib mövzulardır. Görürsüz, bu qədər sistemi bir-birinə bağlayır və hamısında da rolu var. Iterable içində gəzmək olur, iterator elementləri bir-bir verir. Generator isə iterator yaratmağın ən rahat yoldur. Tarif getdi. Aydındır. Bəli, aydındır. Dekoratorla danışaq yoxsa nə məsləhət görürsünüz? Yüklənmə olacaqsa, dekorator da çox belə sadə mövzu deyil. Onun kimi sadə deyil. Məsləhət eləyin, əgər yorulmayıbsınızsa, dekoratordan danışaq, yenə də danışaq gələn dərs. Gələn dərs danışırıqsa elə indi də danışaq. Ümumi məlumatı verim. Siz oxuyubsunuzsa, əgər başa düşmədiyi hissələr məndən soruşun. Çünki burada hər şey yazmışam açıqlamasına. Eləmişəm ki, nə çox olmasın, nə az olmasın. Dekorator funksiya, bir funksiya məsəl üçün tutaq bir işi görür də. Ona əlavə nələrsə qatmaq istəyirsən, başqa işi də görsün. Sən artıq bir var 2 funksiyadan istifadə edəsən və yaxud da başqa kodlardan istifadə edəsən və istəyirsən ki, bir kodu ötürəsən, bir funksiya ötürəsən. Bunu eləsin. Həmin o işlərin hamısını eləsin. Funksiyanın əsas prinsipi dəyişmir, əsas məqsədi dəyişmir. Amma işləyəndə əlavə şeylər olur. Məsələn, yenə burada bax görürsüz, ən real nümunəsi budur. Funksiyon burger yaratmaqdır. Sənin əlavə bunun yanında sousu, qablaşdırması var. Bu əgər onu da əlavə edirsənsə sən funksiyaya, bu olacaq dekorator. Və sizə bir dənə bunun çox gözəl sirrini deyim. Bunu biraz əl öyrəşməlidir. Buna göz öyrəşməlidir. Yəni bunun yazılışına, hər yerdə onsuz da eyni yazılışdır. Fərqli yazılış görməyəcək. Struktur. Necə ki o map filtrin bir yerdə işlənməsi strukturu var idi. Bax o formada yadda saxlasaz. Bu strukturu bilsəz, əgər bu formada yazılır dekorator, onda rahatlıqla istifadə edəcəksiniz. Bax, başqa ikinci misal da burada qeyd eləmişəm. Login yoxlanılır, sonra səhifə açılır. Səhifənin funksiyadır, login yoxlama dekorator. Bunlar ikisi də bir yerdə işləyir də, eyni anda işləyir. Ona görə də deməli iki proses gedir əslində. Dekorator funksiyadan əvvəl və yaxud da sonra görülən işlər. Yəni belə əgər funksiya əsas bir iş görəcək, funksiyanın o işi gördüyü andan millisaniyə, neçə millisaniyə əvvəl və yaxud da sonra görülən işlərdir. Amma yəni yenə bizə elə gəlir ki, eyni anda olur da. Eyni anda olmur. Ya biraz çox qısa millisaniyə əvvəl olur, ya da ondan sonra olur. Sadəcə biz onu elə bilirik ki, eyni anda oldu. O qədər aralarında o qədər az məsafə var. Əslində 2 iş olur. Ayrı-ayrı zamanda olur. Bax, məsələn, salam verən print salam, düzdür? Normalda biz istəyirik ki, əvvəlində birinci başladı çıxsın, yəni funksiya işə başladı, sonra da funksiya işini bitirdi. Bu da çıxsın da çap olunsun. Bunu belə yazmaq, bu formada yazmaq pis yol nə deməkdir? Yəni qeyri-peşəkar. Qeyri-peşəkar da bu əgər sən əlavə şeylər də çıxartmaq istəyirsənsə, bizim əsas məqsədimiz salam verməkdir. Salam verməyə başladığımız andan bitdiyi anı sən orada göstərmək istəyirsənsə, sən bunu belə yox, sən əlavə bax fikir versən 3 şey göstərmək, 3 proses eləmək istəyirsən, amma üçünü də printlə belə bu formada eləmək qeyri-peşəkardır. Yaxşı proqramçılar, təcrübəli proqramçılar burada dekorator istifadə edir. Və burada sən nə etməlisən? Hər bir funksiya üçün bunların üçünü də yazmalısan. Hər bir funksiya üçün. Çünki sən salamın başlamağı ilə bitməyin məcbursan sən salamın yanına yazırsan. Hamısında print bitdi. Hər dəfə yazmalısan. Mən onda belə bir şey təklif edirəm. Dekorator funksiya toxunmayım, üstünə əlavə edeyim. Nə hansısa bir işləri. Və bax struktur budur, əsas struktur. Bax bu strukturu deyirəm, sirləri deyirəm, yadda saxlayırsınız. Bunu belə baxanda beyin yana bilər.
Amma 2-3 şeyi burada yadda saxlasanız həmişə də rahat istifadə edəcəksiniz. Fikir versəz, bax burada funksiya yaradılıb. Funksiyanın içərisində bir dənə də funksiya yaradılıb. Burada biraz əzbərsiz göz yaddaşı eləmək lazım. Çünki bu yadda qalmır. Belə eləsəz amma qalacaq. 2 dənə funksiyam var. Biri budur, biri budur. Bu funksiya bunun içərisindədir. Bunun girişinə bir dənə dəyişən ötürülüb. Əsasən də func, yəni olur. Əgər dekorator yaradacaqsansa func olur. Çünki mən funksiya ötürürəm bura. Düzdür? Və bu func, həmin bu dəyişən adının funksiyası bu formada ikinci funksiyanın içərisində yazılır. Başladı, bax fikir verin, başladı, bitdi. Düzdür? Həmin o əsas işimi də mən burada görəcəm. Burada icra olunacaq. Burada icra olunması üçün də mən buradakı dəyişənin yanına 2 dənə mötərizə atıram və return-ə də verirəm bu funksiyanın adını. Bax, yenə bunu maraqlı bir şeylə yoldan yadda saxlaya bilərsiniz. Bu funksiyanın adına, yəni adını yazdınız bura, ikinci funksiyanın içərisinə. Əvvəlində görməlişlər, axırında görməlişlər. Bu heç. Və yaxud da istəyirsən heç axırında olmasın, əvvəlində olsun. Yəni necə istəyirsən elə bilərsən. Ssenari səndən asılıdır. Fikir verin, əsas burada diqqət eləməli olduğunuz şey 2 dənə iç-içə funksiya. Birini verdiyimiz arqumenti burada çağırıb, ikinci funksiyanın içərisində çağırıb düyməsini basırıq. Mötərizələrini qoyaq ki, yəni bu düymə return gəlsin. Fikir versiniz, bu kiçik funksiya deyək də, bu elə bu böyük funksiya. Kiçik funksiyanın içərisindəki arqumenti 2 mötərizədən düyməsini basıram və bu kiçik funksiyanın işini bitirəndən sonra return-ə verirəm kiçik funksiyanın adını. Mən məsələn bunu çarpaz belə bu formada rahat yadda saxlayıram. Birinci funksiyanın arqumentini 2 mötərizəsi ilə bir yerdə yazıram bura və sonda da kiçik mötərizənin adını kiçik funksiyanın adını return-ə verirəm. Bu böyük elə bir-birinə calayırsan da, başa düşdünüz necə? Bax, belə yadda saxlasaq olacaq. Yenə deyirəm, təkrar edirəm. Böyük funksiyamızın, əsas funksiyamızın içindəki sözün mötərizəsi ilə yazdım bura. Funksiya olaraq. Yəni düyməsini bastım. Kiçik funksiyanın işim bitdi. Sonra o böyük funksiyamızın da sonunda return-ə yazırıq. Kiçik funksiyanın adını mötərizəsiz. Birində mötərizəni yazdıq, birində mötərizəsiz. Qurtardı. Bu oldu sənə dekoratorun strukturu. Burada nə baş verəcək? Burada artıq mənim yazdığım, tutaq ki, bura nə ötürsəm, mən hansı funksiyanı ötürsəm, bax, bura funksiya ötürüləcək də, düzdürmü? O funksiya da burada çağırılacaq. Məsələn, deyək ki, burada yuxarıda salam, burada o yazım. Bunu götürək istifadə edək də. Bax, burada əslində bir yazmışıq, bax. Və bunu da götürək. Başa düşməsə bu arada soruşa bilər. Problem yox. Bunu belə götürək. Dekorator salam. Sonra da gələk bunu götürək. Bunu götürək. Yox, bunu götürək. Belə. Salam, dekorator salam. Dekorator salam aşağıda olmalıdır, bu heç. Bunu da silirəm. Bax, bu 2 dənə funksiyadır. Biri budur. Mən istəyirəm ki, bura bax, bunun içərisinə ötürdüyüm yazım hardasa da içərisinə nə funksiya ötürsəm, əvvəlinə başladı yazsın, axırına da bitdi yazsın. Fərqi yoxdur. İstənilən bir funksiyanı ötürün bunun girişinə və belə yazsın. Məsələn, dekorator funksiyanın adını yazacağam bura. Fikir versiniz, mən bura adını yazacağam. Salam yazıram da, düzdür? Salam nədir əslində? Funksiya adıdır. Amma bu işləməyəcək. Çünki bu obyekt elə bir ki, bunun içərisi bax, bir dənə buna diqqət edin. Bax, bura var ha. Bu funksiya salam deyib mən bunu əgər eləsəm, salam belə eləsəm, bunun içindəki kodlar başlayır işləməyə. Amma belə eləmirəm axı.
Bu mötərizəsi yoxdur burada. Ona görə də bu hələ ki elə bir funksiya olaraq gəlib düşüb bura. Düzdür? Bura qədər problem yoxdur ki. Elə bax bura funksiya olaraq gəlib düşüb bunun içərisinə. Düzdür? Hamıya aydındır bu. Hələ dekoratordan danışmıram. Bura salamın yerinə nə düşür? Salam sözünün yerinə nə düşür? Funksiya Hə, salamın içində nə var? şöyle bu neydi onun adı? Argument. Salamın Funksiya. içində Salam. bu kodlar Funksiya. var. Yəni bax bu əsasən də budur, içində budur. Amma işləmir ha hələ. Hı. İşləmir hələ. Çünki mən onu işlətmək üçün belə yazmalıydım. Mötərizə ilə. Düyməsini basmadım. Düyməsini basmamışam. Gəlir baxır deyir salamı oxumalıyam. Düzdür? Salamın da içində nə var? Bu print salam. Salamın da içində bu var. Amma hələ də işlətmir. Çünki çağırılmayıb. İki dənə mötərizə də yoxdur. İndi gələk bura. İndi biz bunu işə salmışıq. Baxın. Biz bunu işə salmışıq. Niyə görə? Çünki dekorator funksiyası burada yaradılıb. Burada da çağırılıb. Mötərizəsi var, açılıb. İçinə də arqument ötürmüşük salam. Salamın da içində funksiya var. O heç. Bu funksiya burada çağırılıb. Bunun return-ü gəlib düşəcək burada nəyəsə. Məsələn, result yazıram. Biz bilirik ki, funksiyanın return-ü çağıranda, düyməsini basanda gəlib düşür bir dənə dəyişənə və sən onu print edib çıxarda bilərsən. Hə. Və indi baxın. Mən salamı ötürmüşəm dekoratora. Salam gəldi düşdü bura. Təsəvvür ki, burada salam funksiyası var. Amma düyməsi basılmayıb. Hazır bir partlamağa hazır bir bomba kimi gözləyir ki, düymə basılsın. Sonra içərisinə bir dənə də funksiya yaradılıb. Başladı çap olunacaq. Çünki bu çağırılıbsa başladı çap olunacaq da. Avtomatik olaraq bu kod oxunur. Sonra salam yanında 2 dənə mötərizə. Deməli salamın düyməsi basıldı. Nə düşdü ora? Print salam. Sonra gəldi print bitdi. Bu da oxundu. Bitdi və return olundu nə? Wrapper. Yəni bu funksiya return oldu, çıxdı bu funksiyanın içərisinə düşdü. Artıq bunun nəticəsi nə idi? Başladı bu funksiyanın düyməsinin basılmağı. Düzdür? Sonra da bitdi. Bunlar gəldi düşdü opşi bura. Başladı, salam bitdi. Düşdü bura bunun return-ü. Və mən bu funksiyanı istifadə edəndə mənim əlimdə olacaq. Başladı. Salam bitdi. Gəlin bunu print eləyə, resulta baxaq. Print result. Bax. Görək. Dekorator salam. Biraz bizim səhvimiz hardadır ki? Hə. Bizim onsuz da print var. Printə ehtiyac yoxdur. Biz burada nədən istifadə edirik? Biz burada bir dənə fərqli bir məsələ var. Result'dan. Hə. Biz dəyişənə mənimsədirik ya. Biz bunu print eləməyə ehtiyac yoxdur. Printdən onsuz da burdadır. Biz bunu artıq bir ayrı bir mexanizma kimi istifadə edirik. Result'ı biz mənimsətdik ki, bu dekorator gəlib bunun nəticələri, həngamənin nəticəsi gəlsin, düşsün result'ın içərisinə və artıq result düyməsi basılmağa hazır bir elə bir ki, mexanizmadır. Mən ona gəlib result yazıram və düyməsini basıram. Düyməsi basmaq deyəndə biz belə deyə yadda qalsın. Belə bassam artıq bunun içərisindəki başladı da işləyəcək. Sonra gedib bunun içərisindəkini də işlədəcək. Sonra gəlib bitdini işlədəcək. Baxaq. Gördünüz? Bunu təzədən dəyişənə, adi funksiya kimi bunu qarışdırmayın. Burada məsələn bax görürsüz, mən də arada olur da yaddan çıxır, amma dekoratorda biraz fərqlidir deyə. Məsələn deyirsən ki, div topla. Məsələn də tutaq ki, x, y olsun bunun. Aşağıda return, üstə gələk y. Adi, sadə funksiya bu idi də. Mən bunu məsələn üçün deyirdim topla. Deyirdim məsələn 1, 2. Bunun nəticəsi bura return düşürdü. Mən bunu mənimsədirdim tutaq ki, nəticə. Buna mənimsədirdim ki, bu funksiya getsin bura 1, 2 düşsün. Burada return olsun. Və çıxışı da mən
Bura return düşəcək də, yəni return nəticəsi. 1-2-nin cəmi düşəcək bura, yəni 3. O da gəlib düşəcək nəticə. Sonra mən bunu print edirəm. Bununla siz dekoratorda, yəni dekoratorda diqqətli olun. Görürsüz, gözünüzün qabağında mən də o formada yazdım. Çünki əlimiz öyrəşir funksiya yazanda dekoratorda biraz fərqlidir. Burada mən nəticəni çap eləməliyəm. Gördünüz belə. Amma burada fərqlidir. Baxın. Öncə buna baxın, buna baxın. Burada artıq biz funksiyanın adını, birinci əsas funksiyamız içərisinə əlavə, əslində bu əsas funksiya deyil. Biz elə görürük əsas funksiya kimi. Bu əlavə iş görən. Əlavə iş görən nədir? Başladı sözü çıxsın, bir də bitdi sözü. Bu elə bir ki, bərbəzəyi idi o funksiyanın. Əsas məsələ salam vermək idi. Amma bərbəzəyi olan hissə oldu dekorator. Mən həmin o dekorator funksiyasını burada çağırıram. İçərisinə əsas məqsədim olan funksiyanı verirəm. O da adını verirəm. Ona da düyməsini basmadan verirəm. Və bu gəlib düşür bura. Bunu da mən bunun içərisində istifadə edirəm. İçindəki kiçik, lap iç-içə o ən axırda olan hissədə belə düyməsini burada basıram. Deməli mən bunun burada yaratmışam. Burada düyməsini basmışam. Harda? Funksiya içində, funksiyanın içərisində. Burada istifadə eləmişəm. Return-ə də verirəm kiçik funksiyanın adını, mötərizəsi. Ona görə sizə deyirəm ki, bunu biraz gözünüzü öyrəşdirin, biraz qurcalayın falan, belə əliniz öyrəşsin, gözünüz öyrəşsin. Çünki bu ancaq bu formada, əsasən 90 funksiyalarda bu formada olur. Funksiya verilir, funksiyanın adı verilir bura, arqument kimi. Baxın, salam. Və onun içərisində funksiya işə salınır bu formada. Və bunun içərisində də olur nə? Əlavə bərbəzə işləri başladı və bitdi. Sonra biz bunu bir dənə dəyişənə mənimsədirik. Bu həmin deməli yenə çox rastlanan məsələ budur burada. Funksiyanın bəzək funksiyası içində əsas funksiyanın əsasını yəni nə? Məqsədim mənim salam verməkdir. Bu dəqiqə vacib məsələ salam verməkdir. Onun bəzək hissəsi də bu funksiyadır. Bəzək olan funksiyanın içərisinə verəm əsas funksiyanın adını və bunun return-ü gəlib düşür bunun içərisinə, amma funksiya kimi düşür. Funksiya kimi. Bax, indi məsəl üçün sizə belə bir şey göstərim. Məsələn, print nəticə demişik də burada. Və burada deyirəm ki, çap yazanda çap bərabərdir print. Hə? Məsələn, indi belə bir şey yazıram. Çap salam yazdım. Düzdür? Mən çap funksiyasıyam. Baxaq, mən çap funksiyasıyam. Belə bir şey keçmişik, belə çap içərisində də belə print kimi istifadə eləmək. Keçməmişik ki. Görürsən, işlədi. Nətər işlədi? Çünki printi çapa mənimsətdik ona görə. Çünki bunun arxasında o dayanan o kodlar var ki, bura çıxardıldı. Printə verdiyimiz kodları bura. Bunu fikir verin, belə eləmədim ha, belə eləmədim. Belə eləsəm bu düyməsi basacaq. Mən deyirəm düyməsini basmadan onun içindəki nə kodlar var idi, gətir at çapın içərisindəki kodlara. Çapı da mən eyni şəkildə istifadə edeyim. Həmin məsələdir burada. Burada baxın. Demişəm ki, bax burada düyməsini basmadan at bunun içərisinə və bu elə bir şey həmin şeydir. Bax, elə bir çap bərabərdir print. Bura nə gəlib düşür? Funksiyanın o əsas işləmə mexanizmi düşür və sonra sən onu belə burada bu formada istifadə edirsən. Mən ona görə onu yazdım ki, elə bir ki, burada çap bərabər print yazmışıq. Baxmayaraq ki, bax burada bir diqqətli olun. Baxmayaraq ki, mən burada mötərizə qoymuşam ha. Yəni də bunun nəticəsi biz bax yenə burada bir şey baxa bilərik də. Qoy bunu sileyim. Bax, mən bayaq printə mötərizə qoymamışdım. Çap bərabərdir print mötərizə qoymamışdım. Onsuz işlədi. Burada baxmayaraq ki, mən mötərizə qoymuşam, yenə də bura print kimi düşür. Yəni bir mexanizma düşür. Nəticə düşmür. 3-5 nəsə düşmür. Buramı mexanizma düşür. Mən o mexanizmanı işlətmək üçün resultun artıq arxa fonunda bir mexanizma var. Ona görə düyməsini basıram. İndi mən o düyməsini basmadan baxıram ki, resultun içində nə var?
Görüm hələ result-un içərisində nə var ki, mən onun düyməsini basanda o işləyir. Baxın, function decorator. Yəni artıq bunun içərisində decorator var. Decorator nədir? Bir-birinə istinad olmuş funksiyalar. Bəzək verən, bir də əsas işi görən. Burada faktiki. Onu hardan bilir? Bax, məsələn, belə bana maraqlı sual. Hardan bilir ki, bu dekoratordur? Burada biz bunun adını başqa bir şey də yaza bilərik. Bu funksiya biz özümüz yazmışıq ki, uyğun olsun. Dekorator qoyun, başqa bəzək qoyaq. Fərqi yoxdur. Bəzəyi verən funksiya, məsəl üçün. Bəs hardan bilir ki, dekoratordur? Bu baxır ki, bura verdiyin salam sözü bir funksiyadır və o funksiyanın düyməsi bu funksiyanın içində olub, düyməsi basılıb. Deməli, bunlar bir-birinə calaq olunub. Bir-birinə əlaqədə işləyir bu funksiyalar. Ona görə bunun nəticəsi olur. Nə? Function decorator. Və sən onu printlə belə baxsan, sən onu sadəcə belə adını görəcəksən ki, hə, bu nədir? Hansı obyektdir? Amma sən onu nəticəsini görmək istəyirsənsə, bu iki funksiya calaq oldu, işlədi və nəticə nə oldu? Onsuz da sənin burada printlərin var hər bir funksiyanın. O printlər sənə nəticəni göstərir. Sadəcə həmin o function dekoratoru çalışdırmağın lazımdır kimi ötərisi ilə. Bir dənə də nümunə ötürürəm, ondan da yekunlaşdırırıq. Salam başladı, bitdi. Bunu bildikdə başladı, sonra salam bitdi. Məsələn, burada da yazıram ki, məsələn, nə yazaq? Məsələn, yazaq def oyun tutaq ki, deyək. İndi əsas məqsədi göstərirəm. Yəni, əvvəldə mən sizə dedim, hər bir funksiyanın içinə yazmaq. Yadınızda da dedim, hər bir funksiyanın içinə yazmamaq üçün dekoratorlardan istifadə olunur. Yəni, məqsəd odur. Burada, məsələn, bir dənə salamlama funksiyası idi, bir dənə də belə bir funksiyadır. Hə? Burada result-a ki, nə düşdü? Salam başladı, salam bitdi. İndi bir dənə də başqa bir funksiyam var. Bu səfər gəlirəm, nə yazıram? Bax ki, burada nəticə yazaq ki, biz işlədək də. Ya da məsələn yazaq futbol. Məsələn, futbol bərabərdir. Dekorator, o bərbəzək funksiyam. İçində nə yazıram? Elvin. Real Madrid Barcelona. Onda oyun. Oyun. Funksiyanın adını yazıram ki, geçsin orada düyməsi basılsın içərisində. Çox tarih etdim. Burada yazıram ki, bir dənə həmin o funksiyanın adını ki, əsas funksiyan budur. Yanına da başladı, bitdini qoyacaqsan aşağısına, yuxarısına. Və futbol. Bax, futbol. Fikir verdiniz, mən daha bu başladı, bitdi sözünü mən hər dəfə yazmıram hansı. Gəlib dəzlənən bura yazmamışam. Başladı, bitdi. Burada başladı, burada bitdi. Burada başladı, burada. Bir dəfə burada bəzəyə qurmuşam, həmin sistemi qurmuşam. Yəni bax bu formada yaradıram. Futbol bərabərdir dekorator bəzək funksiyan içərisində də əsas məlumat. Salam yerində oyun olacaq, elə bir. Bunu bir dənə belə deyək. Fikir versən, başladı, Barcelona Real Madrid bitdi. Bir dəfə yazmışam. İstəyirsən 1000 dəfə istifadə edeyim. Bunun içərisində elə bir birisində necə işləyir? Elə bunun içərisində sən hansı funksiyanı ötürsən burada o işləyəcək. Oyun funksiyasının içərisində nə yazır? Print bu. Bu işlədir. Burada amma nə işlətmişdim? Salam. Belə bu funksiyanın içərisinə nə gəlib düşür? Bu düşür. Bu funksiyanın işləyişi, return'ü. Hələ return verməmiş də burada print eləmişik. Amma yəni print işləyir də. Bu formada dekorator məqsədi odur. Bilindi də nə deməkdir? Nə? Ya bu funksiyanın məğzi bilinir də burada. Məsəl üçün eyni şeyi 4-5 dəfə başladı, bitdi şeyini yazmaqdansa. Fikir versən, elə bir əslində yəni Python'un 2-3 dənə məqsədi var. Sadə kod olsun, qısa olsun. Ancaq o məqsədə uyğun
proseslər. Məsələn, iteratordan bayaqdan danışırıq. İteratoru yaratmaq həngamədir, amma generator niyə görə məşhur olur? Generator daha qısa şəkildə, rahat şəkildə yaradır iteratoru. Bütün məqsəd, bütün sərf olunan enerji, çıxan texnologiyalar hamısı nəyə xidmət eləyir? Daha qısa, səliqəli olsun. Yəni mən bu indi siz təsəvvür edin ki, bu başladı, bitdi 2 sətr koddur. Ola bilər ki, bu 200 sətr olsun. Sən bunu hər dəfə 5 dənə funksiyanın içində yazırsan. Başladı, bitdi bir nümunədir də. Sən ola bilər burada belə maraqlı düsturlar, if-else'lər yazıbsan, döngülər yazıbsan. Amma 5 dənə funksiyanın içində eyni şeyi yazmalısan. 200 sətr. Götür yaz. Bir dənə yazırsan onu 200 sətri. Sonra burada ötür, hansını ötürsən onu da işləyir. Ürəyin haçan istəyir, lazım olur onda. Daha 200 dəfə sən o eyni şey yazar, o getdi çıxdı 1000 sətr, 2000 sətr kod. Halbuki o 300 sətrə, 400 sətrə əldə edə bilərsən. Yəni bu 2000 sətrə niyə uzadırsan? O məqsəd odur. Aysa məğzi odur. Özü də görürsünüz ki, bu funksiyanı da mən işlədə bildim. Bunu dekoratorun içərisində bunu da işlədə bildim. Mənə fərqi yoxdur. İndi bunun return də ola bilərdi. Print elədik ki, daha rahat olsun. Dekoratorla yenə biz danışacağıq. Çünki bunun yenə hissələri var. Sintaks. Elə bir sintaks da var, ətkarəsi. Daha çox işləm olmasın. Dekoratoru biz bitirəcəyik. Gələn dərs. Bazar günü axşam olacaq da inşallah. Yəni belə. Fikir versəz hamısında eyni şeydir. Burada bir dənə return olan var. Ona da baxacağıq. Qutarı get. Yenə oxuyarsınız əvvəldən. Bu gün nə keçmişiksə hamısına bir də baxarsınız. Yəni mən bu gün 1 saatdan çox danışıram və yenə gəldik eyni məqsəd. Kod qısa olsun, təmiz olsun, rahat olsun. Təbii ki də kodu qısaltmaq biraz öyrənmə ərəfəsində sənə nə barədə çətindir? Arxa fonunda gedən prosesi bilməlisən. Kodu qısaldırsan, məsələn, for yazırsan, hə, for rahatdır, amma arxa fonu bilmirsən. Onun uzun yazılışını görəndə, açıq kodlarını görəndə, hə, tam oturuşur ki, hə, for buna görə belə işləyirmiş, nə üçün imiş, niyə görə for var, necə işləyir, hamısını başa düşürsən. Yəni bu məqsəd odur. Daha az, daha çox iş görən kodlar yazmaq. Suallarınız varsa